Sual verən soruşur ki, hər yerdən ət alıb yemək olarmı? Ümumən hə. Ümumən hə. Təbii ki, indi əgər müsəlman ülkəsində yaşayırsan, ya xristiyan, ya bunun kimi hər yandan ət alıb yeyə bilərsən. Bir dənə indi bilsən dəqiq ki, bu haramdır. Görsən, eşitsən dəqiq. Zəndən ehtimalla yox. Düzü, ət məsələsi çox şişirdiblər. Tohid-i rububiyyədən üstün ediblər. Tohid-i əsma-i və sifət daha əzəmətlidir. Şişirdiblər. Xavariclər də bunu qəsdən eləyir. Çünki xavariclər səni vəhşi eləmək üçün, yəni insanlara qarşı nifrətli eləmək üçün və s. onların məktəbində bir neçə dənə məsələ var, qapı, onlardan keçməlisən. Ən birinci, namaz qılmayan kafir görməlisən. Yəni, o birisi rəy yoxdur. O birisi rəy yoxdur deyirlər, ya o birisi rəy götürsün, ya ən azından murciyəsən, ya da kafir. Sonra mütləq əti ancaq onlar kəsdiyini almalısan. Onların dükanlarından. Onların dükanlarından. Ona görə qəssabların çoxsubsan namaz qılan xavaricdir. Ne üçün? Deyir, biznesdə yaxşıdır xavaric olmaq. Ət kəsəndə. Çünki xavariclər yayı ki, sonra almayın ondan. Yəni, onlar bəhanə nəyə gətirirlər xavariclər, şeytanlar? Onlar deyirlər ki, göy ki, birdən qəssab pirə gedən odur və ya məsələn, əhl-i beyti söyür, Peyğəmbər sallallahu aleyhi ve sellem. Və ya məsələn, birdən namaz qılmır, birdən belə, birdən. Bu bəhanədir hamısı. O, sən kəssən də yemir. Və əlbəttə ki, sən kəsdiyi də yemir. O, namaz qılanlar kəsən də yemirlər. Onlar anladırlar bilməyənləri. Bizim arxamıza namaz qılmayacaq. Onlar deyirlər ki, yəni, biz bismillah deyirik, bismillah. Bizim bismillahdan sonra ancaq yeyə bilərsiniz. Mütləq əti onlardan almaq lazımdır. Bu da olan məktəbinin şərtlərindəndir, mədrəsələrinin. Sonra mütləq torpaqları da təkfir eləməlisən. Adamlar hamısı elədilər, torpaq qaldı. Bir dənə səma qalıb. Mütləq deməlisən ki, bu saat bütün diyarlar küfür diyarıdır. Sonra mütləq deməlisən ki, cahillik üzr deyil. Gəldi hakimiyyə. Bunun üçün bu kalbasa zat söhbətlər hamısı var buna görədir. Sadəcə bunları keçəndən sonra bu qapıları artıq olursan vəhşi. Yəni, insanlara qarşı nifrət baxırsan belə, insanları öldürmək istəyən, razboy eləyirlər, xüsusən Rusiyada zat deyirlər, razboy eləyirlər zat. Peyğəmbər sallallahu aleyhi ve sellem Mədinədə kafirlər var idi da. Nə, Peyğəmbər sallallahu aleyhi ve sellem deyirdi, Ali, axşam gəl bir dənə söhbət var, Əbu Bakır, Ömər, qonşuyu çuğuddu, bir dənə razboy eləyin onu. İslam deyil o. O belə anladırlar. Ona görə görürsən ki, adam xavaric olmamışdan qabaq, sələfi oldu olar, mülayim olur, insan kimi, əxlaqi yerində. Lakin xavaric olan sonra bu qapıları keçəndən sonra ət, namaz qılmayan kafirdir, bütün hər yer, torpaq kafirdir, olur vəhşi, agresiv olur, insanlara qarşı nifrət olur. Kafir, hamısını öldürmək istəyir. Aydındır, olanın təlimidir, şeytan təlimi. Seyyid Qutubun təlimi. Bəli.